...14-cü xalq adından seçilmiş xalq düşməni. Və siz yəqin ki, onun familiyasından Əfəndiyeva Günay Elçin qızı. 14 saylı Xəzər Pirallahı seçki dairəsi. Əfəndiyev familiyasından yəqin anladınız ki, həm də Elçin qızı olmağından bildiniz ki, bu sabiq baş nazirin mavini Elçin Əfəndiyevin qızıdır. Təsəvvür edin dostlar. Və bu məhz bugün tək 7-ci çağırış bunu deputat ediklər. Yəni artıq 50-ni keçəndən sonra yaş fikirləşirlər ki, daha buna da bir yer verin, geçsin, orada qurdalansın, daha indi səfirlikdə, konsulluqlarda falan da o anda bu anda dünyanı gəzmək vaxtı daha keçdi də, daha indi yaşa dolub o nöqteyi nəzərdən dəyməz. Ona görə də deputat ediklər. Heç sizin xəbəriniz var idi mi? Mən inanın birinci dəfədir. Məsələn, deyək ki, bu Elçinin qızının Azərbaycanda deputat seçilməsinin birinci dəfədir. İndi gördüm ki, bəs bu şeyi verilişi hazırlayanda, bu sujeti hazırlayanda gördüm ki, Elçin Əfəndiyevin qızı Günay deputat. Oturub orada ayda 9-10 minini alır. Heç dəxli də yoxdur. Mədəniyyət Komitəsində Polad Bülbüloğlu'nun mavinidir. O da Mədəniyyət Komitəsinin sədridir. Bir komitəsinin sədridir. Və qəşəng, yəni baxın, qəşəng yaşayır özü üçün. Heç xalqın problemi falanı. Mən məsələn videolara baxdım. Bir dənəsində göstərəcəm sizə. Ancaq dələduzluqla məşğul olan adamlardır. Günay Elçin qızı Əfəndiyeva, Azərbaycanlı ictimai-siyasi xadim. Bu ictimai-siyasi xadim nə vaxt oldu? Mən sadəcə olaraq onu bilmirəm. Mən məsələn deyək ki, Günay Elçin qızı Əfəndiyeva adında ictimai-siyasi xadim tanımıram. Diplomat, Milli Məclisin deputatı və Mədəniyyət Komitəsinin sədri müavini, Qırğız Respublikasının əməkdar mədəniyyət işçisi, Türk Mədəniyyət və İrs Fondunun ilk prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin 7-ci çağırış deputatı. Baxın dostlar, bu adam təsəvvür edin, Tibb Universitetini bitirib. Yazır, Günay Elçin qızı Əfəndiyeva 20 oktyabr 1973-cü ildə Bakı şəhərində görkəmli yazıçılar İlyas Əfəndiyev və Elçin Əfəndiyevin ailəsində anılmışdır. 1991-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini qızıl medalla bitirmişdi. Bilmirəm, siz fikir vermişsinizmi? Yəni, bütün bu elm adamlarının, deyək ki, uşaqlarının hamısı qızıl medalla qutarırlar, Mehriban Əliyeva kimi. Ona görə ki, dərsizdə getmirlər, tapşırılır sadəcə olaraq ki, 5 yazırlar, bu da alır axırda qızıl medal. 1997-ci ildə Azərbaycan Tibb Universitetini qırmızı diplomla həkimlik ixtisası üzrə bitirmişdir. 1997-98-ci ildə Bakı Şəhər Respublika Diagnostika Mərkəzinin funksional diagnostika üzrə internaturasını keçmişdir. Başa düşmürəm. Yaxşı, sən həkimsən, həkimliyi bitirirsən, get o sahədə nə qələt edirsən elədir, sən diplomatiyada falan da orada nə işin var? Və ailəsi haqqında məlumat verir. Azərbaycanın görkəmli yazıcısı, Azərbaycan Respublikasının xalq yazıcısı, Azərbaycan Respublikası Baş Nazirinin keçmiş müavini Elçin Əfəndiyevin qızıdır. Elçin Əfəndiyev, dostlar, mən sizə deyim, Elçin Əfəndiyev dələduzun yekəsi idi. Yəni, xalq üçün, millət üçün barmağını vurmadı. Yəni, bu boyda illər ərzində sadəcə olaraq
yaxşı idi, içdi, gəzdi, kitablarını çap elətdirdi, evladlarına, qohum əqrabalarına falan hamısına yaxşı işlər falanlar. Baxın indi burada hələ bu saatdır da ki, Elçindən sonra baxın Azərbaycanın görkəmli yazıcısı, Azərbaycan Respublikası xalq yazıcısı İlyas Əfəndiyevin nəvəsidir. İlyas Əfəndiyev haqqında da indi mən sizə deyəcəm. Sənətşünas, alim, əməkdar, incəsənət xadimi, əməkdar elm xadimi Timurçun Əfəndiyevin qardaşı qızıdır. Bunlar hamısı böyük adamlardır, böyük. Yəni Heydər Əliyevin nəsli hansı ki bu akademikdir falan, bu da eyni şeydir. Və tanınmış hüquqşünas, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Humay Əfəndiyevin bacısıdır. Humay Əfəndiyev və o birisi qız. Deməli, heç yadımdan çıxmaz, Allah rəhmət eləsin İlyas Əfəndiyevi. Deməli, o vaxtı Elçi bəy hakimiyyətə gələndən sonra, yəni Xalq Cəbhəsi hakimiyyət durumunda AzTV-dən bunun haqqında bir veriliş çəkdilər o vaxt. Allah rəhmət eləsin, nə idi o arvadın adı? İndi yadıma düşsün deyərəm. Deməli, həmən bu İlyas Əfəndiyevin haqqında bir veriliş çəkdi və o da orada Elçi bəylə bağlı böyük bir çıxış eləmişdi. Elçi bəyi tərifləmək falan hakimiyyətdən bağlı və veriliş efirə getməyə yaxın birdən hadisələr dəyişdi. Təsəvvür edin. Hadisələr dəyişdi və bunu elədilər. İlyas Əfəndiyev zəng elədi AzTV-yə ki, o verilişi saxlayın. Müaylə Muradxanlı. Və Müaylə Muradxanlı o verilişi saxladı. Allah rəhmət eləsin. Və o saxladı və ondan sonra da bəs Heydər Əliyev hakimiyyətə gələndən sonra, yəni yəqin ki, o veriliş hakimiyyətə getmiş, efirə getmiş olsaydı, yəqin ki, elçinə falana, yəni bunların o sülaliyəsinə Heydər Əliyev bir nöqtə qoyardı. Yəni o nöqteyi nəzərdən və maliyyə də o vaxt çox güzəştlər elədilər, vəzifə falan, yəni belə şeylər oldu. Həmən o İlyas Əfəndiyev. Təsəvvür edin. Və həmən onun bilirsiniz də Sarıköynəklə Valihinin nağılı, körpü salanlar, dəqiq dağlar arxasında üç dost, geriyə baxmaq olsa yaxşı əsərlər, doğrudan da İlyas Əfəndiyev yaxşı yazıcıdır. Həm də Azərbaycan teatrında çox gözəl pyesləri var. Məsələn, ən son pyeslərindən biri də onun Bürülür Sarayda idi ki, çox böyük anşlaqla keçdi. Yəni, özü həmən o həyatı yaşayan, həmən o Bürülür Saray həyatını yaşayan İlyas Əfəndiyevin həmən bu nəvəsi Günay Əfəndiyeva baxın. Deməli, 2004-2008-ci illərdə Azərbaycan Respublikası İstanbul Baş Konsulluğunda vitse-konsul, konsul vəzifələrində çalışmağa başlamışdı. Başa düşürüm, sən həkimsən, get həkimliyini məşğul olaq, get səhiyyə naziri ol. Sən diplomatiyada nə işin var, konsulluqda nə işin var? Yəni, şeydə vəzifədə gətirib qoyublar. 2009-2015-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi, müşaviri, baş katibi vəzifələrində çalışmışdı. Yəqin elə o vaxtda UNESCO-nun və UNESCO-nun Mehribanı səhvi bu elətdi. Yəqin, yoxsa Mehribanı kim idi oradan yerinə qoyan? Deməli, 2015-ci il 11 sentyabr tarixində Türk Şurasının Türk Dövlətlər Təşkilatı dövlət başçılarının Astana üzrə deməli görüşü zamanı qəbul etdikləri qərara əsasən Türk Mədəniyyət və İrs Fondunun ilk prezidenti təyin olmuşdu. 2023-cü ilin noyabr ayına qədər bu vəzifədə çalışmışdı. 6 oktyabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib. Və siyasi fəaliyyəti. Günay Əfəndiyevə 2024-cü il növbədən kənar parlament seçkilərində bitərəf kimi 14 saylı Xəzər Pirallahı seçki dairəsindən deputatlığa namizəd olmuşdu. Seçkidə qələbə qazanaraq Azərbaycan Respublikası Milli Məclisinin
7-ci çağırış deputatı seçilmişdi. 23 sentyabr 2024-cü ildə Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Səhiyyə Komitəsinin üzvüdür. Xeyli də mükafatları var, düzdür, Qırğızstanda falan da. Və əsas nədir dostlar? İndi gəlin mən sizə onun bir dənə də lentini göstərim, bununla da qutaraq. Yəni bunun kimin hesabına gəlib bu dərəcədə, məsələn, bundan əvvəlki deputatımız var idi, o Dəradus, hansı ki, heç kimə dəxli olmayan, heç kimin tanımadığı, həmən bu günayda onun kimi. Sadəcə olaraq bir balaca bir dəqiqə 30 saniyəlik bir lentini götürmüşəm bunun. Onu göstərim, yəni baxın ki, bu ayda 20.000 maaş alan adam, təsəvvür edin. Bu 20.000-i niyə alıb o vəzifələrdə, mən sadəcə olaraq buna təəccüb edirəm. 2004-cü ildən 2008-ci ilədək Azərbaycanın İstanbuldakı konsulluğunda mədəniyyət məsələləri üzrə müşavir vəzifəsində çalışıb. Daha sonra diplomatik fəaliyyətini Azərbaycanda davam etdirib. UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi vəzifəsinə təyin olunub. O, 2022-ci ilədək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti olub. Günay Əfəndiyeva ilə bağlı qalmaqallı məlumatlar çoxluq təşkil etməsə də, onun adı bu yaxınlarda negativ hadisə ilə bağlı hallanmışdı. Günay Əfəndiyevanın adının qalmaqallarda hallandırılması təkcə bununla bitmir. Onunla bağlı il ərzində təkcə təyyarə biletləri üçün yarım milyondan çox pul xərcləndiyinə dair məlumatlar da yayılıb. Ondan əlavə məlumatlarda qeyd edilirdi ki, Günay Əfəndiyeva bəzi müqavilə öhdəliklərini də yerinə yetirməyib. 20.000 dollara yaxın maaşı şəxsi sürücüsü olduğu barədə yayılan informasiyalar Günay Əfəndiyevanın hansı dəbdəbəli həyat tərzini seçdiyinin göstəricisi sayıla bilər. Bu məsələnin sosial şəbəkənin və mətbuatın əsas mövzularından birinə çevrildiyini nəzərə alsaq, ortaya belə bir sual çıxır. İntellektual məhsulun dəyərini ödəməyən bir namizəd deputat seçiləcəyi təqdirdə seçicilərin hüquqlarını necə qoruya bilər? Hər halda Günay Əfəndiyeva Türk Mədəniyyəti və İrsi Fondunun sədri olarkən hansı qlobal işlərin həyata keçirilməsinə imza atdı ki, deputat olduqdan sonra Milli Məclisdə tələkküllü məsələlərin həllinə nail olsun. Seçmək və seçilmək vətəndaşın hüquqlarına daxil olan təməl haqlardan biridir. Lakin görünür, bəzi adamlar deputat seçilmək uğrunda yarışa hansısa məmurun yaxud hökumət adamının övladı olduğu üçün qatılır. Deməli, bu Günay Əfəndiyeva, dostlar, bunun babası İlyas Əfəndiyev. Bir əsəri var, onun geriyə baxmaq olsa, öz dəqiq nəsillərindən falandan yazır, Qarabağın keçmiş bəylərindən olub. Bu, hətta deyilənə görə, bilmirəm, bu Mahnı dağlarda qaldı İlyas Əfəndiyevin bir piyesi var. Orada həmən o böyük bəyin yanına gələn bir Bayram bəy, yadınızdadırsa bir Bayram bəy obrazı var. O Bayram bəy İlyas Əfəndiyevin deyilənə görə onun nəslinin, yəni Qarabağın bəyləri, yəni o nəsildəndirlər. Təsəvvür edin. Və təsəvvür edin, bugün Qarabağda İlham Əliyevin Qarabağlıların başına açdığı cinayətlərlə bağlı bir kəlmə də söz deməyib. Nə bu deməyib, nə Elçin deməyib, nə İlyas Əfəndiyev, həmişə susublar. Və biz də bax, onları beləcə başımıza alın demişik dostlar. Yağlı yiyib, yağlı içib, yağlı ayda 20.000 dollar təsəvvür edin, maaş, ondan əlavə də onunla ben rast qoşunla həyat yaşayıblar. Necə lazımdır, indi də yaşayırlar. Ona görə ki, xalqını, millətini sata-sata. Yəni İlham Əliyevi müdafiə elədiklərinə görə yaşayırlar, elə belə döyüş.